Ben inşallah bilirsiniz ki ABŞ prezidenti Trump indiye kadar Rusya prezidenti Putin hakkında ancak müsbət fikirler seslendirildi. Ve bu da sebepsiz değildi. Çünkü bu şekilde Trump Putin'e adeta başka bir seçiminin olmadığını ve Trump'ın diyeceği, Trump ne dese onu kabul etmeye mecburiyetinde kalacağını ümit edirdi. Tabii ki Putin'in indi Trump'ın bu teklifini, ateşkesle bağlı teklifini kabul edip etmeyeceği önümüzdeki günlerde məlum olacak. Kreml sarayına yakın mənbələr Putin'le Trump'ın önümüzdeki cuma günü bir telefon iki ülke prezidentlerinin telefonda danışacaklarını deyirlər. Kreml sarayı hələ ki bunu təyid etmədi. Ancak bunu deyim ki Putin həqiqətən də bu dəqiqə indi çox çətin bir seçim qarşısında olacaq. Çünkü indiyədək Putin de Trump hakkında ancak müsbət fikirlər səsləndirirdi. Ateşkesi kabul etmese artık bu birbaşa iki ülke prezidentleri arasında büyük bir münaqişənin de başlangıcı mənasına gelecek. Putin-Trump danışıqları öncesinde ise Moskvada ateşkesin Rus ordusunun Kursk'ta ilerlemesi fonunda çok da milli mənfəətlərə uyğun olmadığı fikri səsləndirilir. Rus mətbuatına danışan siyasi ekspertlər hal-hazırda Rusiyanın ateşkəsə qətiyyən ehtiyacı olmadığını vurğulayırlar. Amerika Birləşmiş Ştatlarının dünənki danışıqlarda Ukraynaya silah tədarikini canlandırma sözü verdiyinə də diqqət çəkən Rus ekspertlər, bunun isə Amerika Birləşmiş Ştatlarının əsas məqsədinin Ukrayna böhranını həll etmək deyil, öz mənfəətlərini əldə etmək olduğunu deyirlər. Bəzi ekspertlər isə Putinin Trump'la danışıqlarda ateşkəs üçün əlavə şərtlər irəli sürəcəyini bildirirlər. Bu şərtlərdən biri də Ukrayna əskərlərinin Kursk bölgəsindən çəkilməsi ola bilər. Moskvanın ateşkəs danışıqlarını Ukraynadan yeni güzəştlər almaq üçün istifadə edəcəyi də istisna edilmir. Trump'ın Rusiyayı ateşkəsə məcbur etmək üçün çox da böyük bir gücə sahib olmadığını yazan Rusiya mətbuatı isə ABŞ prezidentinin Rusiyaya neft ihracatı qarşısındakı sanksiyaları ləğv etmə sözü verə biləcəyini, ancaq Rusiyanın onsuz da bu sanksiyalardan yayılmaq üçün alternativ yollardan hal-hazırda istifadə etdiyinə diqqət çəkirlər. Kremlin mətbuat sözçüsü Dmitri Peskov da bugün bəyanatında Səudiyyə Ərəbistan'dakı danışıqların nəticələri barədə fikir bildirməkdə tələsməməyə çağırıb. Peskova görə Rusiya bu danışıqlar barədə ABŞ-dan ətraflı məlumat gözləyəcək. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da Ukraynanın Rusiyanı aldatmağa çalışanda hər dəfə daha böyük məğlubiyyətə uğradığını bildirib və bundan başka bir daha Rusiyanın Ukraynada hər hansı bir güzəştə getməyə hazır olmayacağını açıqlayıb. Fəqət Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun bu bəyanatını, Sergey Lavrovun Amerika mətbuatına belə bir bəyanat vermədiyini daha sonra bildirib. Rusiya ateşkəs barədə hələ ki bugünlər nəsə deməyə tələsmir. Təbii ki Putin də bu barədə öz fikrini səsləndirmədiyi üçün digər Rus rəsmilər də bu barədə danışmağa tələsmirlər. Ancaq ABŞ-ın bu təklifinə hələ ki Rusiya hər hansı bir əks rədd cavabı da səsləndirmədi. Bu da indiyədək Rusiya ilə ABŞ münasibətlərinin nə səviyyədə olduğunu nəzərə alanda çox müsbət bir hadisə sayıla bilər. Çünki Biden hakimiyyəti vaxtında belə bir təklif ABŞ-dan gəlsəydi, təbii ki Rusiya rəsmiləri buna çox daha sərt reaksiyalar verərlər və dərhal bu ateşkəslə bağlı təklifi rədd edərdilər. İndi isə artıq bütün diqqətlər Putinlə Trump'ın danışıqlarında olacaq ki, liderlərin bu danışıqlara razılaşması və bu məsələnin müzakirə etməsi də Rusiyada əslində müsbət hadisə olaraq dəyərləndirilir. Liderlərin ateşkəs barədə razılaşıb, razılaşmayacağını isə zaman göstərəcək.